Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizlərlə maraqlı bir sualın izahına baxaq. Qəbul imtahanı, milli imtahanda verilmiş suallardan düşür. Deməli, ISO 1 metr qalınlığında 6 metrə ilə 7 metr uzunluğunda iki divar arasına itin, deməli, iki divar arasında itin şəklindəki kimi 10 metrlik bir ip ilə bağlayır. İtin xaltasının bağlı olduğu boyun bölgəsinin çata biləcəyi ərazilərin sahələri cəmi bizdən istənilir. Deməli, birinci növbədə itin xaltasını bu şəkildə 10 metr boyunca uzada bilərik və eyni şəkildə digər tərəfdən də 10 metr boyunca uzadıb dairəvi halqa cızacaq dərəcədə bu, yəni ətraf hissədə gəzə bilər. Daha sonra eyni addım olaraq, yəni bu tutaq ki, bura dək gəldi, 6 santim bura dək gəlib, əlavə olaraq da 4 santimdə bu tərəfə doğru dönə bilər. Deməli, 4 santimdə bu tərəfdən bir dörtte bir dairə cızmaq lazımdır. Bu şəkildə dörtte bir dairə cızaq. Aha. Və daha sonra artıq tutaq ki, bura dək gəldi, dörtte bir addım gəldi. Bu dönə də bilər, yəni bu tərəfə gəlib eyni şəkildə o tərəfə gəlmədən birbaşa dönə də bilər. Deməli, 6 santim gəldi, 1 santim də gəldi, toplam əldə 7 və əlavə olaraq da 3 metrdə, daha doğrusu 3 metrdə digər tərəfə dönə bilər. Yəni, bu şəkildə də əlavə olaraq, baxın, bu şəkildə əlavə olaraq 3 metrdə bu tərəfə dönə bilər. Eyni qaydada digər üçün də. Deməli, bu tərəf bütöv olaraq 10-dur və eyni şəkildə bu tərəfə də dönə bilər. Bu tərəfə dönə bilər. Deməli, 7-si varsa, 3-ü bu tərəfdədir, 1-i bu tərəfdədir. Belə deyək də, 1, bu tərəfdəki bütöv dörtte bir dairə cıza bilər. Yəni, 7-si var, 7-si var. Deməli, daha sonra onu tamamlamaq üçün 3 əksik var. Yəni, bu tərəfdə radiusu 3 olan bir dörtte bir dairə cızar. Eyni şəkildə davam elətdirsə, tutaq ki, məsələn, bu şəkildə hərəkət edirlər, bu şəkildə hərəkət edirlər. Eyni anda buna, bu tərəfə gəlib və dönə də bilər. Döndüyü üçün də deməli, 1, 7 toplam elədi 8 və əlavə olaraq da 2 santimlik bir yarım dairə cıza bilər. Radiusu 2 olan bu tərəfdə radiusu 3 alındı, səhv eləmədimsə 7, daha doğrusu 6, 1, 7 oldu və əlavə də 3 santimlik bir dairə, radiusu 3 santim olan bir dörtte bir dairədə cızmış oldu. Bu tərəf üçün radiusumuz 4-ə bərabər alındı. Digər tərəf üçün deməli 7-dir, 3 bu tərəfdən alındı. Bütöv olaraq 3 bu tərəfdən alındı, 2 isə bu tərəfdən alındı. Bunların tək-tək sahələri hesablanılmalıdır. Deməli, birinci növbədə radiusu 10 olan dairəni hesablayaq. Radiusu 10 olan dairəni hesablamaq üçün belə yazın. Pi vurulsun, onun kvadratı bölünsün 4, dərəcədə 25 pi. Eyni şəkildə radiusu 4 olan dörtte bir dairəni hesablayaq. Pi vurulsun 16 bölünsün 4 yazaram. Bu dərəcədə 4 pi alınsın. Daha sonra radiusu və 4 olanı cızdıq. Eyni şəkildə radiusu bu dəfə 6, 1 gəldi, 7, 3 olanı hesablayaq. Pi vurulsun 9 bölünsün 4 olsun. Daha sonra digər tərəfə gəlsəm, bu tərəfdə də radiusu 3 olan var və eyni şəkildə onu da hesablayaq. Yenidən radiusu 3 olan olduğuna görə, baxın, bu tərəfdə radiusu 3 olan yenidən var. Pi vur 9 bölünsün 4'e alınır. Bir dəfə də bu tərəfdə radiusu 2 olan bir dörtte bir dairə var. Bu tərəfdə pi vur 4 bölünsün 4 eləsin. Deməli, bunların sahələrini hesablasam, 9 pi bölü 4, daha sonra 9 pi bölü 4 bu da yenisidir, bu isə pi'ye bərabərdir. Və bunların sahələrini toplasam, 25 pi, 4 pi, üstəgəl 9 pi bölü 4'ləri toplasam 18 pi bölü 4, yəni 9 pi bölü 2 alınır buradan, üstəgəl pi. Toplam elədi 30 pi üstəgəl 9 pi bölü 2 alınır. Bu da bizə 69 pi bölünsün 2'ni vermiş oldu.
Bir də təkrar üstünə gedim, daha yaxşı oturması üçün. Deməli, birinci növbədə nə etdik? Birinci növbədə diqqət etməlisiniz ki, ipin uzunluğu 10'dur. Yəni, ipin uzunluğu əgər bu şəkildə 10'dursa, birinci növbədə bu şəkildə bir 4'te 1 dairə çizə bilər. Bunun sahəsi tapıldı. Daha sonra səsim tutub, üzrünü sayın. Bir müddət ona görə video ata bilmirəm. Deməli, bu tərəf üçün divarın uzunluğu 6'dırsa əgər, divarın uzunluğu 6'dırsa, eyni şəkildə bu tərəfə gəldikdən sonra 6'ya dək gəlir. 7 artıq bu tərəfə 4 addımlıq bir dairə çizə bilər. Eyni şəkildə bu tərəfdə 4 nəzərə almaqla radiusu 4 olan bir 4'te 1 dairə çizə bilər. Eyni şəkildə bu tərəfə 6'dır. Artıq 6'ya dək gəldi. Əlavə bir addım da gəldi. Əksiyi nə qədər qaldı? 3 addımlıq bir əksiyi var. Yəni, əlavə 4'te 1 radiusu 4'te 1 vur 9 olacaq şəkildə də əlavə bir 4'te 1 dairə də çizər. Daha sonra keçdik, bunu da hesabladıq və eyni qaydada bu tərəf üçün də 7'si gəldisə əgər, 7'sini gəlibsə əgər əlavə 3 əksiyi var. Yəni, radiusu 3 olan bir 4'te 1 dairə buradan da çizər. Eyni şəkildə artıq divarın ətrafı boyunca hərəkətdə 7 üstə 1 gəldi 8. 8 getdikdən sonra əlavə ipin uzunluğuna 2 metr əksiyi var. Deməli, əlavə də 2 metr uzunluğunda bir 4'te 1 dairə buradan çizər. Bu şəkildə bunların hesablanması oldu. Deməli, bunun sahəsi, bunun və bunun sahəsi olmaqla deməli, 1, 2, 3, toplamda 5 dənə sahəni biz bu şəkildə hesablayıb tapmış olduq. Toplam deməli 69 pi bölünsün 2 alanda. WhatsApp qrupumuza qoşulub suallardan ilk öncə siz əgər xəbərdar olmaq istəyirsinizsə 050 778 44 24 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sizi qrupa əlavə edək. Hər kəsə uğurlar və suallarda görüşərik.